hızı V0 olan bir araç A ivməsi ilə düzgün hızlanaraq x qədər yol gedir. Bu sürədə aracın ortalama hızı V olur. Buna görə aracın aldığı yol x aşağıdakılardan hansıdır? Baxın, V0 sürəti ilə A ivməsi ilə cisim neynir? Hızlanır. Və mənə bu sürədə ortalama hızı verib. Baxın, ortalama hızı neynirik? Son sürəti gəlin x-nə işarə eləyək. Son sürətlə başlanğıc sürəti toplayıb bölürəm nəyə? 2-yə. Düzdürmü? Buradan son sürəti tapsam, Vx üstə gələk V0 mənə nəyi verir? 2V-ni. Vx-i tapanda 2V çıxılsın V0. Mən son sürətimi tapdım. İndi cisim hızlanırsa, baxın, onda yol belə düsturu var idi. Son sürətdən çıxırdıq başlanğıc sürəti, bölürdük nəyə? 2A-ya. Gətirək verilənləri qoyaq yerinə. Vx-in yerinə yazırıq 2V çıx V0-ın kvadratı, çıxılsın V0-ın kvadratı, bölünsün 2A. Gəlin sadələşdirək. Deməli, mötəzənin üçün sadələşsək olacaq 4V kvadratı, çıxılsın 2V vur V0, bir dənə də 2-yə vursaq olacaq 4V vurulsun V0. Üstə gələk V0-ın, mənfi V0 kvadratı olacaq müsbət V0-ın kvadratı. Yuxarıda bir dənə də V0 kvadratı var, çıxırıq, bölürük 2A-ya. V0-lar ixtisar getdi. Nə qalır? 4V kvadratı çıxılsın, 4V vur V0 bölünsün 2A-ya. Gəl, 4V-ni çıxardaq mötərizə xaricinə. Olacaq V çıxılsın, V0 bölünsün 2A. 2 ilə 4-ü ixtisar apardım, qaldı 2V vurulsun, V çıx V0 bölünsün A. Mən tapdım ki, yol 2V vurulsun, V çıx V0 böl A-dır. Bu harada verilib? A variantında verilib.